Bakıda Səhiyyə Nazirliyinin dəstəyi ilə 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə 1-ci beynəlxalq elmi praktik konfransı keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın səfirləri, həmçinin tibb təhsili və səhiyyə sahəsinin mütəxəssisləri iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib. Açılış mərasimində çıxış edən Səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq Heydər Əliyevin tibb təhsilinin inkişafına verdiyi töhfələri qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində əldə olunan nailiyyətləri vurğulayıb. Nazir bildirib ki, tibb bacısı və mamalıq ixtisaslı kadrların hazırlığı ölkə səhiyyəsinin prioritet istiqamətlərindəndir. Səfirlər və iştirakçı ölkələrin nümayəndələri tədbirin əməkdaşlığın güclənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Konfransda tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma, süni intellektin rolu, keyfiyyətin təminatı kimi mövzular müzakirə olunub. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.